Elman bəy, bugünkü təəssüratlarınızı bölüşərdiniz. Mən birinci dəfədir bu sonuncu qələbə, Qarabağ qələbəsindən sonra bu xiyabanı birinci dəfə ziyarət edilən görməmişdim. Amma həmişə sosial mediada izləyirdim. Hər birisi bir-birinə qəhrəman olurlardı burada. Və bunların şücaəti, qeyrəti sayəsində torpaqlarımız azad olubdur. Bunların hər birisinin ruhu qarşısında baş əymək şərəfli. Hər birisi bir-birindən qeyrətli, mərd, ölümün gözünə baxan qəhrəmanlar olublar. Mənim təəssüratım valla çox kövrək təəssüratdır, amma həm də qürur vericidir. Onların ruhları önündə baş əyirəm. Bir daha Allah bizə o ağır illəri, günləri göstərməsin.